qan laxtalarını aradan qaldıran cihaz icad edilib. Stanford Universitetinin alimləri qan laxtalarını aradan qaldırmaq üçün 90% effektiv, ənənəvi üsullardan əhəmiyyətli dərəcədə yüksək olan yeni alət hazırlayıb. René Zhao və Jeremy Hayt'in rəhbərlik etdiyi komanda tərəfindən yaradılan cihaz ucunda yuvaları və qabırğaları olan fırlanan borudur. Qan laxtasının yanında fırlanan zaman cihaz sıxılma və kəsici təsir göstərir. Fibrin liflərini sıxır və onları yığcam bir topa yuvarlayır. Sonra isə sorub çıxarır. Damar modelləri və canlı donuzlar üzərində aparılan testlər qan laxtasının həcminin 95%-ə qədər azaldığını və əksər hallarda ilk cəhddə müvəffəqiyyətlə çıxarılmasını göstərdi. İnkişaf, infarkt, vuruş və digər damar xəstəliklərinin müalicəsini təkmilləşdirə bilər. Tədqiqatçılar texnologiyanı kommersiyalaşdırmaq və onu böyrək daşları da daxil olmaqla digər patologiyalarla mübarizə aparmaq üçün uyğunlaşdırmağı planlaşdırır.